Salyanda iş var yoldaşlar. Salyanda iş var. Salyanda mən bir sıra işlər olur. Amma mən sizə ikisindən bəhs etmək istəyirəm. Biri Yellow Bankdadır yoldaşlar. Biri Yellow Bankdadır. Kredit və qeyri-kredit əməliyyatlar şöbəsində inzibatçı işidir. Kimlər üçündür bu yoldaşlar? Orta peşə və ya ali təhsilli olan şəxslər üçündür. Əgər varsa bu özəllikləriniz 400-500 manatlıq bir işdir yoldaşlar. Analitik qabiliyyətiniz varsa bu işə müraciət edə bilərsiniz. Yellow Bankın Salyan filialı üçündür bu yoldaşlar. Sonra mexanik tələbə işi var yoldaşlar. Salyandadır bu da. Bu ali təhsil tələb edir sizdən. Əgər mexanika, kənd təsərrüfatı texnikası, avtomobil nəqliyyatı, texniki xidmət və əlaqəli sahələr üzrə təhsiliniz varsa, təcrübə tələb eləməyən belə bir iş var yoldaşlar. Bu işdən müraciət edə bilərsiniz. Bu sahədə işləmək və ya praktiki bilik qazanmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulub bu iş yoldaşlar. Aranızda elə bir şəxs varsa müraciət edə bilər və Office proqramlarını bilməlisiniz yoldaşlar. Microsoft Office proqramlarını, xüsusilə də Excel və Word-ü bilməlisiniz. Azərbaycan dilini sərbəst bilməlisiniz. Belə bir işdir yoldaşlar. Bu Prime Cotton şirkəti də özdə fərqli rayonlarda da bunun filialı var. Yəni perspektivli bir şirkətdir. Bu işlərə də müraciət etdiyiniz çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlü iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, doğrulayıcı kanala. Kanala daxil olduqdan sonra diqqət edersəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.